Daxili İşlər Nazirliyində yeni xüsusi idarənin yaradılması ilə bağlı siyasi qiymətləndirmələr davam edir. Hakim komanda bu təşəbbüsü vacib hesab edir və bildirir ki, müxtəlif qruplar cəmiyyəti parçalamaq məqsədi ilə nifrət dilindən qəsdən istifadə edirlər. Müxalifət isə nifrət ritorikasından məhz gürcü arzusunu itham edir. Xatırladaq ki, Daxili İşlər Nazirliyində yaradılan yeni xüsusi idarə ictimai məkanda nifrət dili təhqir edici kampanyalar və aqressiv kommunikasiya hallarını monitorinq edəcək və müvafiq tədbirlər görəcək. İxtisaslaşmış yayımçılar xarici maliyyə dəstəyi ala biləcəklər və onlar üçün mövcud məhdudiyyət aradan qaldırılacaq. Müvafiq dəyişikliklər yayım haqqında qanuna daxil edilir və bugün Parlament Bürosunun iclasında təqdim olunub. Qanun layihəsində qeyd olunur ki, əsasən bir istiqamət üzrə idman maarifləndirici təhsil və ya əyləncə proqramları yayımlanan ixtisaslaşmış televiziya və radio yayımçılarına xarici qüvvələrdən birbaşa və ya dolayı maliyyə almağa icazə veriləcək. Lakin xəbərlər və ictimai-siyasi proqramlar yayımlanan kanallar üçün xarici maliyyə qadağan olaraq qalacaq. Qanun layihəsinə əsasən qadağan olunmuş maliyyə qəbul edilərsə, kommunikasiyalar üzrə tənzimləyici komissiya yayımçını məsuliyyətə cəlb etməklə yanaşı həmin vəsaitini dövlət büdcəsinə köçürülməsini də tələb edə biləcək. Həmçinin müəyyən olunur ki, komissiyanın qərarı vaxtında yerinə yetirilmədikdə icranı Milli İcra Bürosu təmin edəcək. Qriqor Lilovaşvilinin məhkəmə prosesi şəhər məhkəməsində davam edir. Bugün ittiham tərəfinin təqdim etdiyi 6 şahid dindirilir. Məlumata görə şahidlər uşaq bağçaları ilə bağlı epizod üzrə ifadə verəcəklər. Dövlət ittihamı Lilovaşvilini bir neçə epizod üzrə o cümlədən uşaq bağçaları işi ilə əlaqədar ittiham edir. Prokurorluğun məlumatına əsasən Lilovaşvili rüşvət almaq müqabilində dostu Tbilisi meriyasının uşaq bağçalarını idarə etmə agentliyinin keçmiş direktoru Qaxa Guançeladzeyə himayədarlıq edib. İddialara görə Guançeladze bağçalar üçün satın alma müqavilələrinin bağlanması zamanı sahibkarlardan xüsusilə böyük məbləğdə rüşvət alıb. Keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur ki, bu da 11 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Transatlantik birlik mövcud çətin dövrə aşmalıdır. Bu barədə Polşanın baş naziri Donald Tusk bildirib. O, Pentagonun Polşada 4000 hərbçinin yerləşdirilməsini ləğv etməsindən sonra Varşava ilə Vaşinqton arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb. Tusk bu açıqlamanı ABŞ şirkətlərindən biri ilə müqavilənin imzalanması zamanı verib. Müqavilə Abrams tipli tanklar üçün mühərrik servis mərkəzinin yaradılmasını nəzərdə tutur. Polşa baş naziri hesab edir ki, bu transatlantik alyans əhəmiyyətinin yaxşı nümunəsidir. Vladimir Putin Çinə səfər etməzdən əvvəl video müraciət yayıb. O bildirib ki, Moskva və Pekin suverenlik və milli birlik məsələlərinə bir-birini dəstəkləməyə hazırdır. Putinin sözlərinə görə iki ölkə arasındakı münasibətlər qarşılıqlı anlaşma və etimad əsasında misilsiz səviyyəyə çatıb. Rusiya prezidenti vurğulayıb ki, Rusiya ilə Çin arasındakı dostluq kimsəyə qarşı yönəlməyib. Əksinə, ümumi rifah naminə əməkdaşlığa xidmət edir. Xatırladaq ki, Vladimir Putinin Pekinə rəsmi səfəri bugündən başlayır. Gürcüstan Viyanada keçirilən beynəlxalq şərab sərgisində fəxri qonaq statusu ilə iştirak edib. Tədbirdə Gürcüstanın 24 şərab istehsalçısı şirkəti və maranı təmsil olunub. Sərgi 2 ildən bir Viyanadakı tarixi Hofburg sarayında keçirilir. Burada dünyanın müxtəlif şərabçılıq ölkələrindən istehsalçılar, ekspertlər, ticarət nümayəndələri və şərab həvəskarları bir araya gəlirlər. Tədbirin məqsədi müxtəlif ölkələrin şərab mədəniyyətini tanıtmaq və beynəlxalq biznes əlaqələrini gücləndirməkdir. Gürcüstan Ümumdünya Səhiyyə Assambleyasının 79-cu sessiyasında iştirak edir. Cenevrədə Səhiyyə Naziri və Parlamentin Səhiyyə Komitəsinin rəhbəri Zaza Lominadze iştirak edirlər. Assambleya çərçivəsində nazir ilkin səhiyyə xidmətləri ilə bağlı keçirilən panel müzakirəsində çıxış edib. Onun sözlərinə görə universal səhiyyə proqramı tibbi xidmətlərə çıxışını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Lakin effektiv və profilaktikaya yönəlmiş sistemin formalaşdırılması üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi vacibdir. Mikhail Sarcveladzenin sözlərinə görə xüsusi diqqət xroniki xəstəliklərin erkən aşkarlanması və idarə olunmasına yönəldilir.
Parisdə keçirilən Dünya Canlılarının Sağlamlığının Qorunması üzrə Mühafizə Təşkilatının 93-cü baş sessiyasında Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri iştirak edib. David Sonğulaşvili çıxışı zamanı baytarlıq sistemlərinin gücləndirilməsinin əhəmiyyətindən danışıb. Xüsusi diqqət xəstəliklərin profilaktikası istiqamətinə yönəldilib. Acar hökumətinin sədri Kobileti Bələdiyyəsinin təmizlik xidmətinin və yenilənmiş nəqliyyat parkının fəaliyyəti, həmçinin sosial yaşayış evinin tikintisi ilə tanış olub. Avtoparka 2 yeni müasir xüsusi texnika əlavə edilib. Onların alınmasına büdcədən 566.200 lari xərclənib. Bu il Kobiletinin nəqliyyat parkına daha 8 yeni avtobus da əlavə olunub. Yeni bələdiyyəyə avtobusları bir neçə vacib marşrut xəttinə xidmət göstərəcək. Həmçinin Acar hökumətinin sədri yerli bələdiyyə və regional qanunverici və idarə edici hakimiyyət nümayəndələri ilə birlikdə sosial yaşayış evinin tikintisi prosesi ilə də tanış olub.